Bismillahirrahmanirrahim. Elhamdülillahi vahdehu və salatu və salamu alə mən la nəbiyyə bədə əmmə bəd. Davam edirik Muxtasar Sirət-ü Rasul sallallahu aleyhi və səlləm adlı Şeyhülislam Muhammed ibn Abdülvahhab rahimahullahın risaləsini və bugün də 34-cü dərsdir. Keçən dəfə bitirdik Uhud döyüşünü, yəni bu hadisəni bitirdik. Və deyir ki, ثُمَّ دَخَلَ سَنَةَ الرَّابِعَةِ فَكَانَتْ فِيهَا وَقَعَةُ خُبَيْبَ وَأَصْحَابِهِ فِي السَّفَرِ. Sonra deyir, yəni Uhud döyüşündən sonra Hicrətin 4-cü ili gəldi və orada da deyir, yəni Xubeyb və onun yoldaşlarının hadisəsi baş verir, yəni səfər ayında. Bu da nədir? Bir qrup müşriklərdən Peyğəmbər sallallahu əleyhi və səlləmin yanına gəlir. Ondan özlərini elə biruzə verirlər ki, dini qəbul ediblər, İslam dinini. Və Peyğəmbər sallallahu əleyhi və səlləm bəzi sahabələri 6 nəfər, yəni qarilərdən, bəzi rəvayətlərdə keçir 10 nəfər göndərir onlara Quranı öyrətməyə, dini öyrətməyə və onlar da xəyanət edib onları yəni öldürürlər. Onların içində də həmin bu Xubeyb ibn Adi olur. Hansı ki müşriklər tanıyırlar öz qohumlarını öldürdüyü üçün onu tuturlar, əlbəttə onu və əshabları da ümumiyyətlə. Və ilk, yəni ölümdən qabaq 2 rükət namaz izni istəyir, yəni 2 rükət namaz qılın, ondan sonra öldürün də, yəni belə. Yəni ilk dəfə bunu Xubeyb eləyib. Yəni bu cürlə onu xəyanət edib öldürürlər, yəni. Sonra gəlir Vaqatu Bi'r Məuna adlı quyu. Yəni hadisə orada baş verir. Deyir ki, və fi həzə şəhr bi'aynihi, həmin ildə, yəni həmin ayda, səfər ayında, yəni kənət vaqatu əhl bi'rul məuna. Bi'rul məuna deyilən yerdə hadisə baş verir. Yəni bu da yəni müəllif burada hadisələri müxtəsər olaraq ötürür. Ondan sonra gəlir Rabiul Əvvəl ayındakı Bəni Nadıra yürüş etmək. Bəni Nadır, yəni Yahudilərin qəbilələrindəndir. O nəzələ fiyhə suratul Həşr, və bu barədə Həşr surəsi nazil olur. Yəni Həşr surəsi Bəni Nadır barəsində nazil olur, Yahudilər barəsində. Əvvəlləri Həşr surəsinin xüsusən. Ondan sonra Hicrətin 5-ci ili daxil olur. Və sonra deyir, yəni növbəti ildə Qaza əl-Mureysi فكانت فيها غزوة المريسي على بني المصطلق فأغار عليهم رسول الله صلى الله عليه وسلم. Ondan sonra El-Mureysi yer adıdır. Yəni yürüşün adı bu yerlə bağlıdır. Amma qəbilə özü yenə də Yahudilərin qəbiləsi idi. Bənil Mustalik adlı qəbilə idi. Və Allah Rəsulü sallallahu aleyhi ve sellem onları qəflətdə yaxalayaraq hücum edir onlara. Və onları, qadınlarını, dəvələri, qoyunları əlbəttə götürür, əsir tutur əlbəttə qadınların, uşaqlarını və qənimət olaraq götürür dəvələrini və qoyunlarını. Və kənə min cümləti əs-səbi Cüveyrə bint el-Həris, və o deyir, yəni əsirlərin içində həmçinin Cüveyrə bint el-Həris olur. Yəni Hərisin qızı Cüveyriyə, yəni Həris də qövmün elə ki ağası olur da, başçısı olur. Və həmin o bölgüdə, qənimət bölgüsündə Cüveyriyə pay olaraq, qənimət payı olaraq düşür Səbit ibn Qeysin payına. Səbit ibn Qeysin payına düşür. Fəkətəbəhə, və onunla müqavilə bağlayır. Yəni qul müqaviləsi var, mukatəbə deyilir. Mukatəbə nədir? Yəni qulluq edir pul müqabilində, nəticədə yəni öz qulluğunu yerinə yetirəndən sonra azad olur. Hələ ki özünü satın alır bir müddət qulluq edəndən sonra. Və yaxud ki kimsə onun yerinə o pulu ödəyir, onu azad edir də, belə bir şey kimi. Və Allah Rəsulü sallallahu aleyhi ve sellem ödəyir onun pulunu, azad edir və evlənir onunla. Və atəqəl muslimuna bisəbəbi həzə təzəvvüc, yəni Peyğəmbər s.ə.v zövcələrindən də Cüveyriyə radiyallahu anhə. Və deyir, bu səbəbdən müsəlmanlar
yəni bu Peyğəmbər s.ə.v evlənib o qadından deyə müsəlmanlar deyir, onun ailəsindən, nəslindən də elə bir ki, Bəni Mustalikdən 100 əsir azad edirlər, İslamı qəbul edən. Və deyirlər ki, Allah Rəsulü sallallahu əleyhi və səlləm qohumlarıdır da, yəni saxlamayaq bunları, girov kimi, qul kimi. Və azad edirlər o səbəbdən. Və ondan sonra gəlir həmin o döyüşdə, həmin o yürüşdə, Bəni Mustalik yürüşündə ifk hadisəsi baş verir. Məşhur ifk hadisəsi nədir? İftira hadisəsi. Ayşə radiyallahu anhaya atılan iftira. Deyir ki, qıssatı ifk fi həzil qazvə. Həmin bir yürüşdə olub, həmin ifk hadisəsi. Və zəlikə ənə Ayşə radiyallahu anhə xaracə bihə Rasulullah sallallahu aleyhi və səlləm məhu bi qur'ə. Bu da deyir, Peyğəmbər sallallahu aleyhi və səlləm yürüşə çıxanda qadınları arasında püşk atırdı. Və püşk bu dəfə düşür Ayşə radiyallahu anhanın payına və onunla Allah Rəsulü sallallahu aleyhi və səlləmlə bərabər Ayşə radiyallahu anhə çıxır həmin yürüşə. Və tilkə kənət adətuhu mə'nisə və Allah Rəsulü sallallahu aleyhi və səlləmin yəni adəti idi də, yəni yürüşə çıxanda qadınlar arasında, öz qadınları arasında püşk atırdı. Fələmmə rəcəv nəzələ fi tariqihim ba'dil mənazil. Sonra deyir, yəni geri qaydanda bəzi yerlərdə dayanırlar, düşərgə salırlar, yəni müsəlmanlar. Fəxarəcət Ayşə li həcətihə. Ayşə radiyallahu anhə öz ehtiyacı səbəbi üçün çıxır. Yəni o şeylər olur, dəvənin üstündə otaqcıq kimi olur, yəni Ayşə radiyallahu anh onun üstündə gedir də, elə bir ki, onu qaldırırlar, elə bir ki, qoyurlar yerə, sonra tezlərdən gedəndə minin üstünə qoyurlar, yəni dəvənin üstünə qoyurlar. Və onu yerə qoyurlar, elə bir ki, çıxır öz ehtiyacı üçün, sonra qayıdır. Və yolda hiss edir ki, boyunbağını itirib. Fəracət təltəmisuh və qayıdır başlayır axtarmağa. Fəcəlləzinə yərhəlunə həudəcəhə, həmin o, nə deyirlər ona, o otaqcıq kimi olan şey yoxdur. Gəlirlər onu götürməyə, yola düşmək üçün də, tərpənmək üçün. Ayşə radiyallahu isə boyunbağını axtarır həmin vaxtı. Ayşə radiyallahu yüngül olduğu üçün, yaşı az olduğu üçün hiss etmirlər də yüngüllüyün, ağırlığın, yəni onu qaldıranda hələ bilirlər ki, içindədir, götürüb qoyurlar minin üstünə, dəvənin üstünə qoyurlar, belə də yola düşürlər. Elə zənn edirlər ki, içindədir, sadəcə çəkisi yoxdur da, yəni azdır çəkisi. O isə qayıdır öz boyunbağını taparaq həmin yerə, artıq görür ki, heç kəs yoxdur. Nə çağırışçı var, nə cavab verən var, heç kəs yoxdur. Və oturur həmin o yerdə, düşünərək ki, axtaracaqlar, görəcəklər, yoxam qayıdarlar da, qayıdarlar, taparlar. Və oturduğu yerdə yuxu aparır, yəni həmin yerdə də yuxu aparır, yatır və deyir, yalnız haçan oyanır, Safvan İbn el-Muattilin səsinə oyanır. Safvan İbn el-Muattil kimdir? O sahabədir, həmişə elə ki, düşərgə salanda çox yatan olur deyə gec oyanır, gec yola düşür. Axırda gəlir həmişə. Həmişə axıra gəlir çıxır. Onun səsinə oyanır ki, İnnə lillahi və innə ileyhi raciun zəvcətə Rasulillahi sallallahu əleyhi və səlləm. Deyir ki, istircə edir də, istircə deyirlər də ona. Biz Allahdanıq, Allaha dönəcəyik. Allah Rəsulü sallallahu əleyhi və səlləmin zövcəsi, yəni təəccüblə də, yəni bu cürlə, yəni ki, qoyub getmisiniz o mənada. Və kana Safvan qad arasa fi əqiyyətil ceyş ləənnəhu kana kəsiran nawm bəxtidi, yəni deyir, həmişə deyir, geri qalırdı, çox yatdığı üçün gec yola düşürdü, sonra gəlib çatırdı. Fələmmə rəəhə arafəhə və gördükdə onu tanıyır. Çünki hicab ayəsi nazil olmamışdan qabaq görmüşdü onu. Ayşə radiyallahu anh yatanda üzü açıq yatmışdı deyə o cürünə tanıyır. Və həmin istircə edir onda. İnnə lillahi, innə ileyhi raciun deyir. Minini yaxınlaşdırır, çöktürür, mindirir onu. Özü də mininin qabağında gedir. Başqa bir kəlmə kəsmir. Heç nə demir də, yəni. Və Ayşə radiyallahu anhə ondan istircədən başqa bir şey eşitmədi həmin dövrdə, həmin müddətdə. Thumma sara yaqudu biha. Sonra aparır onu, gəlir çıxır, qoşulur qoşuna, gəlir çatırlar qoşuna.
Vaqad nəzələl ceyş fil nəhri zahirə, qoşun artıq günorta vaxtı idi. Günortanın istiliyinə görə düşərgə salırlar, dayanırlar dincəlmək üçün. Gəlirlər, çatırlar qoşuna. Fələmmə ra'a zəlikən nəs təkəlləmə kullu minhum bi şəkilatihi. Və insanlar deyir, bunu görəndə hərə öz xasiyyətinə uyğun başlayır danışmağa. Yəni kimi doğruya, kimi iftiraya başlayırlar öz xasiyyətinə uyğun danışmağa. Və vəcədə rəsul münafiqin aduvullah Abdullah ibn Ubey və münafiqlərin başçısıdır Allahın düşməni Abdullah ibn Ubey ibn Səlul fürsət tapır özü üçün bu məqamdan. Fətənəffəsə min qurbi nifaqi vəl həsəd, o həsədinin, o nifaqının deyir, acılığından deyir, bir nəfəs tapır özü üçün hələ bir. Yəni onu nə qədər gizlədərlər də, bir nəfəs çıxdı ortalığa. Bir istifadə edeyim fürsətdən. Və başlayır, yəni o böhtanlar, iftiralar uydurmağa, bunu toplamağa, səpələməyə, paylaşdırmağa, ora-bura yaymağa. Və yaxındakıları da, ətrafı da onu bu işdə deyir, dəstəkləyirlər. Yəni, yaltaqlanmaq üçün onu dəstəkləyirlər. Fələmmə qadimul Mədinə əfədə əhlül ifki fil hədis. Mədinəyə gəlib çatdıqda deyir, yəni həmin bu böhtançılar, iftiraçılar hər yerdə başlayırlar bunu yaymağa. Yəni suluhlar yaymağa da, yəni pis söhbətlər gezir barəsində. Allah Rəsulü sallallahu əleyhi və səlləm həmin vaxtı yəni danışmır, susur. Yəni reaksiya vermir. Thumma istəşara fi firaqihə, sonra yəni ayrılmağı barəsində yəni müşavirə edir sahabeləri ilə ki, qadından ayrılmayım. Əli radiyallahu anh işarə edir ki, ayrıl. Usama isə işarə edir ki, saxla, ayrılma. Vaqtda da tamamul ibtilai an habasallahu an rasulihi al-wahya shahra fi şa'niha. Və Allahın deyir imtahanının tamamlığından idi ki, yəni Allahın hikmətindən idi ki, öz vəhini rəsuluna bir aydır göndərmir bu haqda. Heç nə bildirmir. Ki, möminlər imanını artırsınlar, imanın üstünə iman artırsınlar, sabitliyi artırsınlar, ədalət və sidq formalaşsın onlarda biraz da artıq. Münafiqlər isə əksinə, yəni biraz da öz böhtanlarını, nifaqlarını, biraz da öz çirkinliklərini üzə çıxartsınlar. وَلِتَتِمَّ الْعُبُودِيَةُ الْمُرَادَ مِنَ الصِّدِّيقَ. Həmçinin deyir Siddiqa, yəni Ayşə radiyallahu anhə Siddiqin qızı Siddiqadır da, yəni doğru danışan, haqqı təsdiqləyən deməkdir. Və onun haqqında da Allah Taala'nın bir ubudiyyə muradı var idi ki, onun qulluq muradı da, yəni ki, Ayşə radiyallahu Allaha sarılsın, təvəkkül eləsin qul olaraq. Və həmçinin ataları, valideynləri də, yəni Ayşə radiyallahu valideynləri də ki, bunlara da sınaqdır. Yəni qulluq sınağıdır da, Allah Taala bunları qulluq sınağına çəkir. Valideynlərini və qızını. وَتَتِمُّ نِعْمَةُ اللّٰهِ عَلَيْهِمْ وَلِيَنْقَطِيَ رِجَاؤُهَا مِنَ الْمَخْلُوقِ وَتَيْأَسَ مِنْ حُصُولِ النَّصْرِ وَالْفَرَجِ إِلَّا مِنَ اللّٰهِ. Bu dir ona görədir ki, Allahın neyməti üzərindədir, tamamlansın onların. Ki, onların dir ümidi məxluqdan tamamilə qırılsın, ümidsizliyə qapansın, yalnız yardımı, çıxış yolunu təkcə Allahda axtarsın. Yəni, tohid olsun da, yəni sırf Allaha. Fədəxələ aleyhi Rasulullah sallallahu aleyhi ve sellem və indəhə əbəvəhə. Sonra deyir, Allah Rəsulü sallallahu aleyhi ve sellem gəlir yanına, Ayşə radiyallahu anhanın anası otaqda olaraq da, yəni Allaha həmd edir, səna edir. Sonra deyir ki, ey Ayşə, İn kunti bəriə fəsəyubriukallahu və in kunta qad əlməmtə bizənbin fəstəğfiri. Deyir ki, ey Ayşə, əgər deyirsən, deyir, haqlısansa, bəriyə, yəni təmizsənsə, bu məsələdə günahsızsansa, Allah səni deyir, yəni təmizə çıxardacaq. Yox, əgər deyir, yəni bu işdə bir günahın, xətan varsa, o zaman deyir, Allaha istiğfar et. Finnəl əbdə izə əyətərəfə bizənbihi, çünki bir qul deyir, öz günahını etiraf edərsə, sonra tövbə edərsə, Allah onun tövbəsini qəbul edər. Qalət li əbihə. Ayşə radiyallahu deyir atasına ki, ey ata, yerimə cavab ver də, yəni özü
qəhərlənir deyə ağlamaqdan danışa bilmir. Ona görə deyir ki, atasına o cavab versin, işarə edir. Demir, işarə edir. Ata deyir ki, vallahi mə ədri mə əquli Rasulillah, deyir. Allah and olsun bilmirəm, deyir. Allah Resulü sallallahu əleyhi və səlləmə nə deyim? Sonra deyir ki, anasına ki, eyni şey anasına da işarə edir. Anası da həmin şeyi deyir, həmin cavabı deyir. Qalət fəqultu Qultu inni bəriə vallahu ya'lemu enni bəriə. La tusaddiquni. Deyir, əgər desəm ki, mən günahsızam və Allah da bilir ki, günahsızam. Onsuz da təsdiqləməyəcəksiniz. Və la əcidu li və ləkum məsələn illə Əbə Yusuf heysu qalə və sizinlə öz aramda bir misal görmürəm Yusufun atasının misalından başqa. Hansı ki, deyir, öz övladlarına deyir ki, fəsabrun cəmilun vallahul müstəanu alə mə təsifun. Yəni, mənim üçün ən gözəl səbirdir. Allah isə sizin düşündüklərinizdən deyir, yəni, Allahdan, yəni, sizin düşündüklərinizə görə yardım umuram. Qalət fənəzələl vahyu alə, bunu deyir, üzünü çevirir, uzanır, üzünü çevirir. Və bu haqda həmin vaxtı ayə nazil olur. Fəəmmə ənə fəalimtu ennəllah lə yəqulu illəl haqqı. Deyir, özümə gəldikdə, Ayşə radiyallahu deyir, özümə gəldikdə mən deyir, əmin idim ki, Allah Taala deyir, barəmdə ancaq haqqı nazil edəcək. Yəni, mən bilirəm, özümü tanıyıram, bilirəm barəmdə nə gələcək. Amma valideynlərim deyir, yəni, işlərini yiyə qalmışdı ki, yəni, vəziyyətləri pis idi, az qala deyir, canlarıdır cəsədindən çıxsın. Qorxdum ki, deyir, canları cəsədindən çıxar. Yəni, intizarda qalmaqdan. Fəkənə əvvəl kəlmətin qaləhə Rasulullah sallallahu aleyhi ve sellem və Allah Resulü sallallahu aleyhi ve sellem ilk kəlməsi dediyi bu haqda. Bu oldu ki, Əmməllah yə Ayşətə fəqat bərakə. Ey Ayşə, bil ki, Allah səni deyir, təmizə çıxartdı. Fəqalə əbəvəyyə qumi ilə Rasulillahi sallallahu aleyhi ve sellem qultu vallahi lə əqumu ileyhi və lə əhmədu illallah. Deyir, valideynlərim dedi ki, qalxdır, yəni təşəkkürü bildir Allah Rəsuluna sallallahu aleyhi ve sellemə. Dedim ki, vallahi lə əqumu ileyhi. And olsun ki, bunun üçün durmayacağım. Allahdan başqa heç kəsə həmd etməyəcəm. وكان حسن رضي الله عنه مما قيل عنه إنه يتكلم مع أهل الإفك فقال يعتذر إلى Ayşə ويمدحها. Və deyir, o böhtan atanların içində həmçinin fitnəsinə uyanlardan Həssən radiyallahu anh idi. Yəni, şeir yazan yoxdur, Peyğəmbər sallallahu əleyhi və səlləm. Və ondan sonra, yəni, işdən keçəndən sonra da, elə bir ki, yəni, aydınlaşandan sonra məsələ gəlir, üzr haqlıq istəyir və ondan sonra tərif şeirini yazır. Onun üçün tərif şeirini yazır. Və bu haqda deyir, Allah Taala bu qıssə haqqında Nur surəsinin əvvəlini nazil etmişdi. Yəni ilk yox, 11-ci, 20-ci ayələri nazil etmişdi. Yəni bu ifk hadisəsi ilə bağlı. Sonra başqa bir kitabdan da, yəni həmin bu hadisəni oxuyaq, yəni onu oxşar bir şeylərdir. Burada biraz da, yəni əlbəttə izahlar var da, yəni. Yəni bu da sirə haqqındadır kitab. Ravdatul Ənvar adlı kitabdır. Yəni burada da müxtəsərdir. Burada da həmin o yürüş haqqındadır, Bənil Mustalik yürüşü haqqındadır. Deyir ki, həmin Bənil Mustalik qəbiləsi Xaza qəbiləsindən bir qol idi. Və deyir, yəni ümumiyyətlə deyir, Bəni Xaza, yəni Xaza qəbilələr hamısı Allah Rəsulü sallallahu aleyhi ve sellem tərəfindən çıxış edirdilər. Bir də bu Bəni Mustalik qəbiləsindən başqa. Bəni Mustalik isə Qureyşlər tərəfindən idi. Və deyir ki, vaqat nuqilə ilə Rasulillahi sallallahu aleyhi ve sellem ennəhum yəstəiddunə lil-qitalihim. Və deyir, Allah Rəsulü sallallahu aleyhi ve sellemə xəbər çatır ki, həmin Bəni Mustalik qəbiləsi ona qarşı döyüşmək üçün yürüş etmək istəyirlər. Yəni, hücum etmək istəyirlər.
Və göndərir Bureyd ibn Husaybi ki, bu xəbəri təsdiqləsin, öyrənsin və gəlir, yəni təsdiqləyir, deyir ki, hə, doğru xəbərdir. Və ona görə Zeyd ibn Hərisəni deyir Mədinədə özündən sonra başçı təyin edir, çıxır yürüşə. Yəni tələsərək çıxır hətta ki, onları qəflətdə yaxalasın deyə hücum edir onlara. Yanında da 700 sahabə olur həmin döyüşdə, həmin yürüşdə. Deyir ki, fəqatələ ba'dahum və səbə zərarihim, bəzilərini qırır, yəni öldürür, bəzilərini əsir götürür, mallarını götürür, yəni qənimət olaraq. Bu da yəni Şaban ayında baş verir. Və kən fi səbi Cüveyriyə bint el-Haris ibn Əbi. Yəni həmçinin deyir o əsir götürülənlərin içində bayaq dediyimiz kimi Cüveyriyə bint el-Haris də olur. Haris həmin Bəni Mustaliqin başçılarından, Seydindən olur. Yəni başçının elə bir ki qızını əsir götürür də yəni. Fələmmə qadimə sallallahu aleyhi ve sellem Mədinə ətəqəhə və təzəvvəcəhə bəd ən əsləmət. Və deyir, Mədinəyə gəldikdə, deyir, Peyğəmbər sallallahu əleyhi və səlləm onu azad edir, yəni pulla alır sahabədən, azad edir, evlənir, o da İslamı qəbul edir. Və müsəlmanlar da bayaq dediyimiz kimi 100 onun qohumundan azad edirlər. Yəni İslamı qəbul etmişlər Bəni Mustaliq qəbiləsindən. Ona görə deyirlər ki, yəni Allah Rəsulü sallallahu əleyhi və səlləmin qohumlarıdır. Necə biz onları yəni özümüzdə qul saxlayaq. Və ona görə deyir, qadınlar içində ən bərəkətli, yəni qövmünə ən çox xeyir gətirən qadın məhz bu sayılır da, yəni bunun vasitəsilə nə qədər insanlar İslamı qəbul edir və azad olurlar. Sonra deyir ki, müəllif burada gətirir ki, həmin hadisədə münafiqlərin iki formada şəri olur. Yəni İslama qarşı verdikləri, yəni iki fitnələri olur. Birinci fitnəsi o olur ki, münafiqlərin başçıları yenə də Abdullah ibn Ubey ibn Suleyb, münafiqlərin başçısı deyir ki, Ləin rəcənə iləl Mədinə ləyxricənə ləəzzə minhəl əzəl. Biz deyir, nə vaxt ki, Mədinəyə qaydacağıq, izzətlilərimizdir, zəlillərimizidir oradan çıxardacaq. Yəni izzətli özünü sayır, zəlil isə Allah Rəsulü sallallahu əleyhi və səlləm və sahabələrini qəsd edir. Və səbəbu zəlik ənə rəculə minəl xulafə'il muhacirin və axir min xulafə'il ansar izdəhəmə alə mə'il Mureysi və mə'ul Mureysi. Yəni dediyimiz yer, Mureysi adlı yer, bu quyular olur da, yəni quyular olur və Bəni Mustaliq yəni bu quyuların üstündə hələ ki onları zəbt eləyərək orada düşərgə salır. Və Allah Rəsulü sallallahu əleyhi və səlləm yəni qəfildən onları yaxalayır, onları orada qırır. Və bu suyun üzərində dava düşür. Yəni quyuların üzərində dava düşür. Bir mühacirlə bir ənsarinin arasında spor düşür də, yəni müxalifə. Fədarabəl mühaciri əl-ənsari və mühacir bir kəs ənsarını vurur və ənsari deyir ki, yələl ənsar və qaləl mühaciri yələl mühacirin. Və ənsar deyir öz ənsarlarını köməyə çağırır, mühacir də öz mühacirlərini köməyə çağırır həmin vaxtı. Və bunlar yəni bir-birlərinə qarşı durma düşür, bir-birlərinə qarşı çıxırlar. Və Allah Rəsulü sallallahu əleyhi və səlləm tələsir bunların arasına girir, deyir ki, Əbi dəvətil cahiliyyə və ənə beynə əzhurikum, yenə mi cahiliyyət şüarları ilə hələ mən sizin içinizdəyəm, yəni belə edirsiniz. Buraxın yəni bu quyunu da, bu suyu da buraxın, çünki bu da iyilənmiş bir şeydir, yəni bunun üstündə dava edirsiniz. Fəadə nəs ilə rüşdihim və rəcəu. Və insanlar öz yəni qaydasına düşür, hərə öz yerini tutur yəni də tezdəndən. Və kənə cəmə minəl münafiqin qad xaracət fi həzil qazva və ləm təxruc min qabl. Və həmin yürüşə də bəzi bir qrup münafiqlər də çıxır. Bundan qabaqki yürüşlərə münafiqləri Allah Rəsulü sallallahu əleyhi və səlləm götürmür. Burada bəzi qrup münafiqlər də çıxır. Yəni sakitləşir, ara sakitləşir, amma münafiqlər həmin fürsətdən istifadə edib qızışdırmağa çalışırlar. Və başçıları da orada olur, Abdullah ibn Ubey, bayaq dediyim kimi, fələmmə bələhul xəbər istəşata qadəbən və deyir, ona deyir, bu xəbər çatanda qəzəblənir, güya ki, qəzəblənir, hələ bir ki, fürsət düşür əlinə ki,
Yəni necə olur? Yəni mühacirlər indi qıraqdan gələnlərdir, ansarlarsa Mədinə əhlidir də, yəni bu da Mədinə əhlidir. Güya onların qeyrətini çəkir. Ki qıraqdan gəlib, yəni şotumuza belə deyək də, loru dilində, şotumuza yer içir, keyf eləyir. Hələ bizə də bir sözü də var, etirazı da var. Yəni sözünün canı bu olur, qızışdırmaq üçün cəmaatı. Hətta pis misallar çəkir belə, yəni it hələ bir kökələri öz sahibini dişləyər zat, bax belə misallar çəkir. Əmmə vallahi ləin rəcənə iləl mədinə, o həmin o ayədəki keçən sözü, ayədə keçir də bu söz. Burada işlədir. Yəni bu məqamda işlədir ki, biz Mədinəyə qaydanda bizim izzətlilərimiz zəlillərimizi çıxardacaq. Bu Münafiqun surəsindəki keçən, yəni münafiqin sözünün hekayəsidir də Allah Taala nəql edir. Həmin Abdullah ibn Ubeynin sözüdür. Sonra deyir ki, "Vəxəzə yudabiru lizalikal fitan", başlayır, yəni bu məsələlərdə fitnələr salmağa. Hətta qale li rufaqaihi hazama fa'altum bi anfusikum. Hətta öz deyir, yəni dostlarına, öz yoldaşlarına belə deyir ki, özünüzə elədiniz deyir. Onlara deyir, yəni öz ölkənizi deyir, halal etdiniz, girdilər, nə istədilər etdilər. Onlara mallarınızı böldünüz, verdiniz. Əgər deyir, eləməsəydiniz, onlar deyir, sizdən yan keçəcəkdilər. Gəlib görəcəkdilər ki, sizdən bir şey yoxdur, gedəcəkdilər başqa yerə. Və kana ma hinəmə qalə şəbun mu'minun qaviyyul iman. Və həmin o sözləri deyəndə içlərində, yəni bir cavan da var idi, yəni imanı güclü olan bir mömin idi, Zeyd ibn Ərqam idi və dözmür. Yəni bu böhtana gedir Peyğəmbər sallallahu əleyhi və səlləmə çatdırır bu xəbəri. Və Allah Rəsulü sallallahu əleyhi və səlləm çağırır Abdullah ibn Ubey münafiqi, soruşur bundan, başlayır yalandan and içməyə. Başlayır yalandan and içməyə ki, mən belə şey deməmişəm, yəni yalan deyir, böhtan atır. Və Allah Taala Münafiqun surəsini nazil edir bu haqda. Və onun yəni ki, biabır edir o surədə. Sonra deyir ki, "Və kana ibn hazal munafiq və ismuhu eydan Abdullah." Abdullah ibn Ubeyin oğlunun da adı Abdullah olur. Yəni oğlu isə xalis mömin olur da, yəni münafiq olmur. Və Mədinənin yəni girişində durur, qılıncını çıxardaraq durur orada, gözləyir atasını. Münafiqlərin başçısını gözləyir atasını və deyir atasına ki, "Vallahi la tucavizu min hahuna hatta yazana laka Rasulullah sallallahu əleyhi və səlləm." Deyir, Allah and olsun ki, sən buradan keçməyəcəksən o yana, ta ki Allah Rəsulü sallallahu əleyhi və səlləm izin verməyincə. Yəni boynu vuracam da, keçə bilməyəcəksən. "Finnehul azizu və ente zəlil." Əslində deyir, izzətlidir, odur, sənsən zəlil. Yəni ayədəkini deyir də onu. "Və bələğə zəlikə Rasulullah sallallahu əleyhi və səlləm." Və bu deyir Allah Rəsulü sallallahu əleyhi və səlləmə çatır. "Fə ərsəl ileyhi" və xəbər göndərir ki, izin versin. O da yolunu azad edir. Bunda da deyir, yəni Allah Rəsulunun yəni ümumiyyətlə hikmət var idi ki, yəni həmin fitnəni burada əlbəttə ki söndürür də Allah Rəsulü sallallahu əleyhi və səlləm. İkinci hadisə isə bayaq dediyimiz ifk hadisəsidir. Yəni böhtan hadisəsidir. O da deyir, yəni həmin bu yürüşdən qaydanda, Mədinəyə qaydanda olur, bayaq dediyimiz kimi. Və kənət Ayşə radiyallahu anha özü ilə götürür, bayaq dediyimiz kimi, o da boyunbağını itirir. Yəni bu hadisələr bayaq danışmışıq, ona görə bunun üstündən ötürəm. Və nə vaxt qayıdır, görür ki, artıq yəni qoşun çıxıb gedib. Və hiss etmədən də elə bir ki, o götürürlər, o otaqcığı qoyurlar, minin üstünə aparırlar, hiss etmədən ki, içində Ayşə radiyallahu var, yoxsa yoxdur. Gəlir, görür, yoxdur, zənn edir ki, axtarıb tapacaqlar, özləri görəcəklər, yoxam. Göndərəcəklər, tapacaqlar da özləri. Və oturur orada, yatır. Və Safvan ibn el-Muattil Es-Süləmi radiyallahu anhu, yəni onu tapır, gətirir, çatdırır. Yəni həmin bu hissələr bayaq təkrarlanır deyə, yəni bu yerlərini oxumuram. Yəni tanıyır onun üzündən, ona görə ki, hicab ayəsi hələ nazil olmamışdı, üzdən tanıyırdı belə. Yatanda da üzü açıq olub. Yəni başı yox, üzü açıq olub. Onu görür, üzünü bağlayır. Onun səsinə oyanır, yəni istircə səsinə oyanır, üzünü bağlayır Ayşə radiyallahu anhə.
Və Safvan deyir, yaxınlaşır, miniyini yaxınlaşdırır, mindirir onu, özü isə qabağa önə keçir. O da qalır minin üstündə, yəni tutur onun heyvanı götürüb apararaq gətirir, çatdırır, əlbəttə ki, düşərgəyə. وَلَمَّا رَأَى ذَلِكَ عَدُوُّ ابن Ubey وَجَدَ مُتَنَفِّسًا مِنْ قُرْبِ النِّفَاقِ وَالْحَقِّ bayaq dediyi bunu, yəni bunu görən deyir Abdullah ibn Ubey özü üçün bir fürsət tapır, başlayır öz böhtanlarını, yalanlarını hekayə edib yaymağa cəmaət arasında. Fələmmə qadimul Mədinə əfədu fihi və Mədinəyə gələndə Mədinə əhlinə hamısına yayırlar bu söhbəti. Ki, yolda belə şeylər oldu, böhtanlarda belə. Hətta yəni bəzidir, möminlər belə allanırlar bu hadisəyə. Ayşə radiyallahu anh isə Mədinəyə gəldikdə xəstələnir. Xəstələnir, xəbəri olmur. Və bu xəstəlik də deyir, 1 ay davam edir. Yəni 1 ay çəkir xəstəlik. Yəni dünyadan xəbəri yoxdur, insan xəstə yatır evində. Fəkənətil Mədinə təmucu bi qavli əhlil ifq. Mədinə isə partlayır həmin dövr. Yəni bu böhtanla partlayır da, hər yerə girir, bunun xəbəri yoxdur amma. Xəstəlikdən yatır. Və hiyə lə tə'ləmu şeyən. Və innəmə kənə neydən hiss etmişdi? Yəni şübhələnmişdi. Yəni şübhələnmişdi ki, Allah Rəsulü sallallahu əleyhi və səlləmin həmişəki, yəni o lütfkar, yəni rəftarı yoxdur da, yəni hələ bir soyuqluq var. Gəlir ancaq, yəni soruşur vəziyyət necədir, çıxır gedir. Yəni belə. Yəni qabaqki rəftar yoxdur. Biraz ondan şübhələnmişdi ki, yəni bu soyuqluq var nədirsə. Və Allah Rəsulü sallallahu əleyhi və səlləm həmin o dövrdə, yəni uzun bu müddət, yəni danışmadan susur da, yəni heç nə demir. Nə evdə demir, nə yəni ki onlara da cavab demir. Ta ki yəni vəhiy gözləyir, cavab gözləyir. Vəhiy isə uzanır özü, bayaq dediyimiz kimi, yəni müsəlmanlara imtahan olaraq. Və gəlir o vəziyyətə çıxır ki, vəhiy gəlmir artıq. Peyğəmbər sallallahu əleyhi və səlləm məcbur olur müşavirə eləsin öz sahabələri ilə ki, bu qadını saxlayım yoxsa boşuyum. Bayaq dediyimiz kimi Əli radiyallahu anh deyir ki, boşa. Usama isə işarə edir ki, yox, saxla. Və Allah Resulü sallallahu əleyhi və səlləm çıxır minbərə. Oradan yəni bildirir ki, yəni bu əziyyət verirlər mənə, yəni bu söhbətlərlə, yəni onun qarşısını alsınlar. Və bu zaman deyir, Əvs qəbiləsinin deyir ağası çıxır deyir ki, istəyirsən ey Allahın elçisi öldürüm onu. Yəni Abdullah ibn Ubeyin qəsd edir də, yəni münafiqi öldürüm. Yəni sənin barəndə yəni bu cür şayələr yayan adamı öldürüm. Bunu Əvs qəbiləsinin ağası deyir. Xazrac qəbiləsinin ağası isə hələ bil ki cahilliyi tutur da. Yəni mənim qəbiləmdən olan, çünki Abdullah ibn Ubey Xazrac qəbiləsindən olur. Və Xazrac qəbiləsinin ağasını da hələ ki ləzzət eləmir buna ki, yəni sən başqa qəbilədən, yəni mənim qəbilə üzvümü özdə ağalardan biri olur da, yəni Abdullah ibn Ubey. Onu öldürmək istəyirsən, yenə tutuşurlar bunlar. Və Allah Resulü sallallahu əleyhi və səlləm bunları sakitləşdirir. Və xaracət Ayşə radiyallahu anhə zəlikəl yawm li həcətə leylən. Və Allah Resulü Ayşə radiyallahu anhə həmin günün gecəsi öz ehtiyacı üçün deyir, çıxır. Və yolda yəni bəzi insanlarla rastlaşır və bəzi insanların reaksiyasını görür. Yəni bu haqda. Yəni pis deyənlərin də. Fəracət Ayşə fəstəzənət Rasulullah sallallahu əleyhi və səlləm və atət əbəvəyhə. Və gəlir deyir Ayşə radiyallahu anhə Allah Resulü sallallahu əleyhi və səlləmdən izin istəyir ki, valideynlərinin yanına getsin. Peyğəmbər sallallahu əleyhi və səlləm izin verir. Fələmmə təəqqətət lədeyhil xəbər cələt təbki və təbki həttə bəkət leylətəyn və yevmən. Və bu xəbəri deyir təkidlə biləndən sonra artıq, yəni yolda bildiyi şey gedib valideynindən də öyrənəndən sonra yəni başlayır ağlamağa. Çoxlu ağlayır, yəni 2 gecə 1 gün ağlayır, yəni o qədər. Və ləm təktəhil əsnəəhə binavm. Həmin ərəfədə yəni yatmaq da olmur da, yəni ancaq ağlayır. Və ləm yəni göz yaşı da yəni qurumur da, elə ağlayır ki, vazannət əbəvəhə ennəl bəkə və
valideynləri də özü də elə zənn edir ki, yəni bu ağlamaq deyir, ciyərini dağıdacaq axırda. Və cəhə Rasulullah sallallahu aleyhi və səbəh leylə səniyə fəcələsə və təşəhhədə və qal. Və ikinci gecənin deyir, səhərsi günü Allah Resulü sallallahu aleyhi və səlləm gəlir yanına, yəni oturur yanında, təşəhhüd edir, yəni təşəhhüd, yəni əşhədu ən la ilahə belə də, yəni təşəhhüd odur. Əmmə bəd deyir, ey Ayşə, finnəhu bələğəni ənkə kəzə və kəzə. Ey Ayşə, sənin barəndə mənə filan söhbətlər çatıb. Və in kunti bəriə fəsiyubəriyukəllah. Əgər sən deyir, doğrudan da günahsızsansa, Allah mütləq səni təmizə çıxaracaq. Və in kunti Əl-məmti bizənbin fəstəğfirilləh və tubi iləyhi finnəl əbdə izə yətərəfə bizənbihi thümmə təbə iləllahi təbəllah aleyh. Yox, əgər deyir, günah etmisənsə, Allahdan deyir, bağışlanma dilə, çünki deyir, bir qul deyir, tövbə et, çünki bir qul deyir, günahını etiraf edib, tövbə edirsə, Allah da deyir, onun tövbəsini qəbul edir. Həmin vaxtı biraz da qəhərlənir, yəni ağlamaqdan və ona görə valideynlərinə deyir ki, cavabını siz verin. Yəni bayaq dediyimiz kimi, yəni hər iki valideyn deyir ki, yəni nə deyək də, yəni. Və özü deyir ki, fəqalət vallahi laqad alimtə laqad sami'tum bihazal hadis hatta istaqarra fi anfusikum və saddaqtum bihi. Və laqad alimtu Allaha and olsun ki, artıq bildim ki, yəni bu xəbəri o qədər eşitmişsiniz ki, bu hadisə barəsində o qədər danışılıb ki, artıq qəlbinizə hopub bu və siz də bu məsələni təsdiqləyirsiniz. İndi nə desəm də, yəni özümü düz təmizə çıxartsam da belə deyir, halbuki deyir, yəni Allah qatında yəni təmizəm də, yəni onsuz da deyir, təsdiqləyən deyilsiniz. Əgər deyir, yəni günahımı etiraf etsəm və Allah da bilir ki, mən deyir, yəni bu günahı etməmişəm, o zaman deyir, təsdiqləyəcəksiniz. Fəvallahi lə əcidu li və ləkum məsələn illə kəmə qalə Əbu Yusuf. Və ona görə Allaha and olsun ki, sizinlə öz aramda başqa bir misal tapa bilmirəm, Yusufun atasının misalından başqa. Və həmin ayəni oxuyur. Fəsabrun cəmilun vallahul musta'an alə mə tasifun. Sonra üzünü çevirir, uzanır və həmin anda, həmin vaxt vəhiy nazil olur və Allah Resulü sallallahu əleyhi və səlləm təbəssüm edir, gülür. Fəkənət əvvəl kəlmətin təkəlləm bihə və ilk deyir, dediyi sözdə bu olur ki, yə Ayşə, əmməllah fəqat bərakə. Ey Ayşə, artıq Allah deyir, səni deyir, təmizə çıxartdı. Fəqalət ləhə ummuhə və anası deyir ki, Ayşə radiyallahu anhaya deyir ki, dur ey Ayşə və deyir, təşəkkürünü bildir. Ayşə radiyallahu anhaya deyir ki, vallahi lə əqumu ileyhi. And olsun Allaha, bunun üçün durmayacağam. Yəni, sırf Allahdan başqa heç kəsə həmd etməyəcəm. وَالَّذِ أَنْزَلَهُ اللّٰهُ تَعَالَى فِي بَرَائَتِهِ أَشْرَ آيَاتٍ فِي سُورَةِ النُّرِ. Və o haqda deyir, Allah Teala, yəni Nur surəsində 10 ayə nazil edir. Yəni bu hadisə barəsində. Bayaq dediyimiz kimi 11-ci ayədən başlayaraq 20-ci ayəyə qədər. ثُمَّ خَرَجَ رَسُولُ اللّٰهِ صَلَّى اللّٰهُ عَلَيْهِ وسلم إِلَى النَّاسِ فَخَتِبَهُمْ وَتَلَى عَلَيْهِمْ مَا أَنْزَلَ اللّٰهُ مِنْ بَرَائَتِهِ. Sonra Allah Resulü sallallahu aleyhi ve sellem çıxır insanlara və xutbə deyir və xutbədə bu ayələri oxuyur ki, Allah yəni onu təmizə çıxartdı. Fələmmə nəzələ əmr bi rəculeyni və imra minəl mu'minin əl-xaliseyni fəcələdu. Sonra iş gəlib çıxanda iki kişi və bir qadına, hansılar ki, bunlar da qoşulmuşdular bu böhtana, sahabələr idi də, yəni sahabələr idi, amma allanmışdılar. İki kişi, bir qadın. Bunları şallaqlayırlar, 80 şallaq vururlar bunlara. Və onlar kimdir? Həssən ibn Səbitdir, bayaq dediyim. Həssən ibn Səbitdir. Bir də Mistah ibn Usasədir. Qadınlardan isə Həmnə bint Cəhşdir. Yəni iki kişi, bir qadın. Yəni bunlar da həmin o fitnəyə uymuşdular. Yəni bunları cəzalandırırlar, yəni kəffarə olaraq. Amma münafiqlərin başçısına isə, Abdullah ibn Ubeyyə isə toxunmurlar. Yəni başçılıq edənə. Çünki onun cəzası qalsın, yəni dünyada yox, axirətdə, yəni lap şiddətli olsun. وَلَكِنَّهُمْ سَيَقِفُونَ بَيْنِ يَدَيِ اللّٰهِ وَيَوْمِ الدِّينِ يَوْمِ لَا يَنْفَعُ. Lakin deyir, saxlayırlar onun cəzasını deyir, Allaha buraxırlar. Qiyamət günü, o din günü haçan ki, heç bir mal, heç bir övlad deyir, fayda verməyəcək. Yalnız, yəni Allaha deyir, salamat qəlbindən gələndən başqa.
Burada yəni bitiririk inşallah yəni bu hadisəni. Subhanallah, şəhadun la ilahe illallah, estağfirullah və etûbü ileyh.